Hər birinizə salam. Bu gün sizlərlə Ərəy Test Bankı ümumi sınav 7 imtahanın suallarının izahına baxırıq. Gəlin başlayaq ilk sualımızdan. Deyir, alqoritm fraqmentinin yerinə yetirilməsi nəticəsində çıxışa 24 qiyməti verilmişdirsə, yəni S-in qiyməti olub 24, A dəyişənin ilkin qiymətini müəyyən edin. Baxın, iki hal var. Ya buradan gəlib, ya buradan gəlib. Ya 5A, 5B, yəni 5 vur 4 plus A olub 24. Ya da ki 3 vur 4, yəni 12 plus 4A olub 24. İndi gəlin birinci buna baxaq. Deməli 5 vur 4 20. Burada A gərək 4 ola ki, cəm olsun 24. İndi baxın. A 4 olsa, B 4 olsa böyük deyil deyə yoxa gedir. Bəli, bu hal ödəyir. İndi amma bu bir hala baxaq. 4A 24-sə, 4A 24 minus 12, 12-dirsə A olacaq 3. İndi baxın, A 3 olanda, B 4 olanda 3 4-dən böyük olmadı, yoxa getdi. Həyə getmədik axı. Deməli bu hal mövcud deyil. Onda elə bilən bu halı ödəyəcək. Cavab olacaq da C variantı. Keçdim növbəti suala. Deyir, qraf və bu qrafın qonşuluq matrisinə əsasən Y məntəqəsinin nömrəsini müəyyən edin. Gəlin baxaq. Birinci, mən baxan kimi gözümə nə çarpdı? Mən baxan kimi gözümə çarpdı ki, G məntəqəsindən heç bir məntəqəyə yol yoxdur. Yəni G məntəqəsinin sətrində hamısı 0 olmalıdır. G onda 1 ola bilməz, 2 ola bilməz, 3 ola bilməz, 4 ola bilməz, 5 ola bilməz, 6 ola bilməz, 7 ola bilməz, 8 ola bilməz. Bir dənə 9 olma halı var da. Onda bura 0 imiş deməli. G-də 9 imiş. G-də 9 imiş. G-dən neçə dənə? G-yə neçə dənə yol var? 3 dənə yol var. G-nin sütununda 3 dənə 1 olmalısa, onda burada 1 imiş. Burada 1 imiş. Əla. G-ni təyin elədim. İndi G-yə gələnlər F-dir, A-dir, bir də Y-dir. F-dir, A-dir, Y-dir. 1, 2, bir də 1, 2, bir də 4-dür G-yə gələnlər. İndi G-yə gələnlərdən təktilli. 2 ilə 4, biri F-dir, biri A-dir. Yerdə qalan onda 2 ilə 4-dən xarici, yerdə qalan 1 onda olacaq Y xanası. Onda bura olacaq Y xanası, yəni G ilə qonşu olan və tillərin sayı 4 olan Y xanasıdır. Bizdən Y xanasını soruşdu. Tapdım, cavab oldu 1, yəni C variantı. Çətin görsəntide də rahat çıxdı. Davam edirəm. A4 xanasına yazılmış düstur B4, Y4 diapazondakı bütün xanalara köçürülmüşdür. Yəni buradan hamısına köçürdüm. Əla. A4, Y4 diapazonunun mütləq qiyməti ən böyük olan xananı müəyyən edin. Yəni hansı xanaya köçürsə mütləq qiymət modulca ən böyük olar. İndi baxın, bu düsturu bura köçürəndə olacaq 2 vurulsun A olacaq B, B2 plus A3. Yəni buradakı 2-yə vurub üstünə bu gəlir. Buradakı 2-yə vurub üstünə bu gəlir. İndi onda mən bir köçürməyim də. Məsələn, burada olacaq 2 dənə B2 plus B3. O da olur nə? 4 plus 9 olur -5. Bura köçürəndə 2 dənə 6, yəni 2 dənə 3, 6 plus 8 olur -2. 2 vur 4, 8 plus 7 edir 1. 2 vur 5, 10 plus 6, -6 edir 4. Yəni bu formada qiymətlər alır. İndi buranın da qiymətini yazın. Burada 2 vurulsun 1, 2 plus 10 idi. Yəni -8. İndi elə modulca ən böyük qiymət olacaq burada. Elə A4 xanasının qiyməti. Elə A4 xanasının qiyməti. Yəni üçüncü sualın cavabı olacaq Y variantı. Proqramın nəticəsini müəyyən edin. Baxaq dördüncü sualımıza. Ayırdım funksiya, ayırdım funksiya. Baxın B7 aradı. Bura gəlin B7'yi tapın. 7 qoyanda T'nin yerinə 7'nin 2'yə bölməsindən alınan tam hissə 3, üstünə 1 gəldi 4. Yəni bunun qiyməti oldu 4. S oldu 4. B3'ü də tapır. 3'ün 2'yə bölməsindən alınan tam hissə 1, üstünə 1 gəldi, oldu 2. A funksiyasının içinə 4 ilə 2'ni yollayacaq. A funksiyasının içinə 4 ilə 2'yi yollayanda 2 vurulsun Bn, yəni B4. B4 nədir? 4 bölü 2, 2 plus 1, 3. Plus 3. Bunu M mənimsədir. N-ə nə mənimsədir? 3N. 3N nədir? Yəni 3 vurulsun 4, 12 plus 1, 13. Bunun cəmi 6 plus 9, 9, 13, bir də Y, 2'dir. 9 plus 13 plus 2, 15, 24. Cavabım olacaq 4-cü sualda C variantı. Baxaq verilənlər bazası sualımıza. Verilənlər bazası sərcə şəklində verilmişdir.
Deyir, sorğusuna cədvələ tətbiq olunmuşdur. Verilmiş sorğuya uyğun gələn yazıların neçəsinin adı R simvolu ilə bitər. Aha. Baxın, ümumi çoxluğa not deyib. Yəni bu mötərizə burada açılır, burada bağlanır. Bunun içinə tapdıqlarımı çoxluqdan xaric edəcəm. Yəni bunun içinə uyğun olanlar. Birinci bunun içinə uyğun olanları tapıram. Ünvan ID 380-dən böyük, ətraflı ID 40-dan böyük. Ünvan ID 380-dən böyükdür. Ətraflı ID 40-dan kiçik, daha doğrusu kiçiklər soruşur. Burada 40-dan kiçikdir, bu götürürəm. 40-dan kiçikdir, 40-dan kiçikdir. Bunda 380-dən böyükdür. 380-dən böyük deyil, 40-dan kiçik deyil. 380-dən böyük deyil, 40-dan kiçik deyil. Demək, birinciyə uyğun gəldi bu bir qoyduğum pluslar. Əla. İkinciyə indi uyğun gələnləri müəyyən eləməliyəm ki, gəlim əndlə kəsişdirim də bunlar. Nömrə ID-si 217 olanlar. Bunların içində hansıların nömrə ID-si 217-dən böyük bərabərdir? Bunu çıxartdım, bu yox. Bunu çıxartdım. 217-dən böyük bərabər deyil. Bu böyük bərabərdir, bu da böyük bərabər deyil. Deməli, sorğuya uyğun gələnlərim oldu. 211, sonra 122 ID-lik, bir də 214 ID-lik. Bunlara da not deyəndə, bunları çıxarıram, yerdə qalanlara baxıram. Onda bunları çıxanda yerdə qaldı kimlər? Anar, Fatimə, Samir, Etibar. Bunlardan da aldığı sonu R hərfi ilə bitir. Neçəsinin 1, 2, 3 dənəsinin adının sonu R hərfi ilə bitəcək. 5-ci sualda cavabım olmuş olacaq D variantı. Baxıram 6-cı sualımıza. Boş mətn sənədində yalnız Hacıqabul sözü yazılmışdır. Burada baxalım, dediyim sıxıntı yoxdur. Əla. Boş mətn sözündə deyir, yalnız Hacıqabul sözü yazılmışdır. Kursor Q simvolundan Q simvolundan dərhal sonra yerləşdirilir. Yəni bura yerləşdirir. Bir dəfə N apardı sətrin sonu. Əla. 2 dəfə backspace, L, U getdi. Daha sonra kursor 3 mövqeyə sola sürüşdürüldü. 1, 2, 3. Gəldi bura. 2 dənə U-la L gedib sondakı. Sondakı U-la L gedib. Neçə dəfə delete-yə basır? 3 dəfə. Q, A, B getdi. Qaldı Hacı. Cavabım oldu A variantı. 6-cı sualımızda. Keçək 7-ci sualımıza. Deyir, mətn HTML kod fraqmentinə əsasən doğru fikirləri müəyyən edin. Cədvəl 4 sütun 3 sətirdən ibarətdir. Baxın, birinci sətir açıldı, burada bağlandı. İkinci sətir terim açıldı, burada bağlandı. Üçüncü terim burada açıldı, burada bağlandı. Yox, bağlanmadı. Aşağıda bağlandı. Terim burada açıldı, burada. 1, 2, 3 dənə sətir var. Bir sətrin ümumi 4 dənə xanası varsa, mən deyə bilərəm ki, 3 sətir 4 sütundan ibarətdir. 4 sütun 3 sətir, bu düzdür. İkinci sətrin 3-cü xanasında qrafik fail var. İkinci sətir 2-ci TR-dir. 3-cü xanası 1, 2, 3. 3-cü xanasında qrafik fail yoxdur. İstinad var. Bizdən doğrular soruşur. 3-cü sətrin 3-cü xanasında istinaddan istifadə edilmişdir. 3-cü sətir buradır. 3-cü xanası 1, 2, 3 buradır. İstinad var, bəli. Qrafik fail istinad göstəricisi kimi istifadə olunub. Hansısa ATG-in içində qrafik fail varmı? Yox. Qrafik fail var, amma istinad göstəricisi olması üçün gərək ATG-in içində olsun. 1, 3. Yəqin ki, 1, 3. Yəni, bu olacaq. Yəni, bunun da olma ehtimalı var. 5-ə baxın. Birinci sətirdə olan bütün mətnlərin qalanlığa görə cədvəldəki digər mətnlərdən fərqlənir. Birinci sətirdə hamısı TH-ın içindədir deyə, TH da qalın şrifin olur deyə, bəli, fərqlənir. Elə 5 də doğrudur, 7 düz dedim. Cavabımız olacaq Y variantı 7-ci sualımızda. Keçdim 8. HTML ilə bağlı doğru fikirləri müəyyən edin. Mətnə kursiv formatı vermək üçün M teqindən istifadə olunur. Bəli, bu doğrudur. İstinad yaratmaq üçün A teqindən istifadə olunur. Bu da doğrudur. Mətnə kursiv formatı vermək üçün underline yox, U tegi underline, kursiv deyil. Bunu qısladım. Mətnə kursiv formatı vermək üçün bold deyil, M və I teqləridir. Web sayfaya qrafik təsvir əlavə etmək üçün image teqindən istifadə olunur. Bu düzdür. Image teqindən istifadə olunur. Sonra etsən. Cavabım oldu nə? 1, 2, 5. Cavab oldu A variantı. Geçdim bura.
Gəlin baxaq. Deyir, altılıq say sistemində təsvirini müəyyən edin. Eləyək. 222-ni yazacam nə kimi? Heç nə yazacam, 6-nın kubu plus 6 kimi. Bunun kvadratını açacam. Olacaq 6 üstü 6. Bu 216 plus 6, 222-də düzdür. 6 plus 6. Birinci nasının ikimisi 6 üstü 4. 2 dənə 6 üstü 4. Bir də 6-ın kvadratı. Altılıq say sistemində bu formada göstərə bilər. İndi bunun altılıq say sistemində yazılışı da olacaq nə? Ən böyük qüvvət 6 üstü 6 qüvvətindən başladım. Bir dənə 6 üstü 5 yoxdur, 6 üstü 4 qüvvətindən 2 dənə 6 üstü 3 yoxdur, 6 üstü 2 var, 6 üstü 1-dən 6 üstü 0 yoxdur. Oldu altılıq say sistemində. Cavabım oldu hansı variant? Deməli A variantı. N dəyişəni daxil ediləcək hansı ən böyük qiymətində proqram çıxışa 9 dəyərini verir. Bu 9 verməsi üçün, qəşəng maraqlı sual. 9 verməsi üçün gərək bu 3 dəfə işləyir. Yəni S-in üstünə 3 dəfə 3 gəlir. Onda belə çıxır ki, N-i də 3 dəfə 2-yə böləndən sonra 5-dən kiçik bir şey qalmalıdır. Hansı ən böyük qiymətində? Baxın, ikilik say sistemi kimi yanaşacağım. Deyəcəm ki, ikilik say sistemində 3 dənə rəqəmi siləndən sonra bu 5-dən kiçik bir şey qalır. 5 ikilik say sistemində nədir? 1, 0, 1-dir, düzdür? Bunun əvvəlinə 1, 0, 1 qoysam, desəm ki, sonuncu 3 rəqəmi də 1 olubsa, gəlib dövr işləyəndə 3 dəfə işləyib, bunu silib, 1, 0, 1 qalıb, o da 5-dən böyük olmadığına görə dayanıb. Onda qoya biləcəyim ən böyük ədəd 1, 0, 1, 1, bir dənə də 1 ədəddir ikilik say sistemində. Bu da ikilik say sistemi onluğa çevirmək istəsəm 206 minus 1-dən nə qədər əskidir? 0, 1, 2, 3, 4, 16 vahid əskidir. Yəni 63-dən çıxacam 16-nı, bu da eləyəcək 47. 10-cu suala cavab olacaq nə? A variantı. Sonra keçdim 11-ci sualımıza. Görək nədir? Alqoritm icrasından sonra çıxışa veriləcək nəticəni müəyyən edin. Heç nə. Daha baxım görüm, bir eləməliyik, yoxsa sürətli yolu var. N neçədir? N 110-dur, N dəyişmir. Bu 110. K kiçikdir, 110 olduğu müddətcə. Artıq burada biz bunu bir vahid eləməliyik. Çünki K dəyişir, sonra təzədən K-ya görə S də dəyişir, sonra təzədən B K-ya görə qiymət alır və K təzədən B-yə görə dəyişir. Ona görə mən burada məcburam ki, bunu bir eləyim. Dövr dəyişin daxilində dəyişir K, S, B, bunlar üçün dəyişir, düzdür. İlkin qiymətlərini yazıram üstünə. S K 1-dir, S 15-dir, B-dəki K-dan asılı formada prosta qiymət alır. İndi baxın. Başlayan kimi K 3 vahid artdı. K oldu 4. S-in üstünə K-nı 15-in üstünə 4 gəldi, oldu 19. B neçə olur? B 3K, yəni 12 plus 1, 13 oldu. 14 keçdi 4-ün üstünə, K-nın üstünə 13 də gəldi, olur 17. Bu dəyişdi, elə bu addımda oldu 17. Davamında hələ də kiçikdir deyə K oldu 20, düzdür? 20'ni buradan yazıram, çünki təzədən dəyişəcək. S-in üstünə bu 20-ni gəldi, oldu 39. K 3 vur 20, 60 plus 1, 61 oldu. Gəldi 61'i gəldi nəyin üstünə? K-nın üstünə oldu 81. K burada oldu 81. İndi davam edirəm. K 3 vahid artır, olur, buradan yazım yenə 84. 39'un üstünə gəlir 84'ü, bu edir 123. Düzdür. İndi 84'ü vurur 3'ə, üstünə 1 gəlir, düzdür. 84'ü burada 3'ə, üstünə 1 gəlir, 253 edir. Baxın, heç davam eləməyimə ehtiyac yoxdur. Niyə? Çünki zaten 84'ü 3'ə vuranda 110'u keçdi, gəlib üstünə də gələcək, 110'dan böyük olacaq, yoxa gedib S-i çıxacaq. Dövrə girməyəcəkdir, S dəyişməyəcəkdir, sonda 120 olaraq qalmış olacaq, 11-ci sualda cavab olacaq B variantı. Davam edirəm 12-ci sualımızla.
Deyir n dəyişənin daxil edəcəyi hansı qiymətində proqram çıxışı 30 qiymətini verir. Base olması üçün 30. Base olması üçün 30. S2 qiyməti 0. Üstünə 3 gəlir. Ha. Sonra üstünə T3 faiz artıq 6 gəlir. Sonra üstünə 9 gəlir. Sonra üstünə gəlir neçə? 12 gəlir. Sonra 15 gəlir. Düzdürmü? İndi baxın. 3, 6, 9, 18 18 sonra bu 12 də gəldi 18 üstünə 30. Deməli heç 15-i gəlməməlidir, düzdür? Bu qədər işləməlidir. Yəni 12-yə kimi gəlməlidir. İndi neçə dəfə bir şey gəlir S-in üstünə? 4 dəfə nəsə düzənləməlidirsə, düzdür? 4 dəfə işləməlidirsə dövrüm, n gərək 5 ola ki, 1-dən 5-ə kimi 4 dəfə işləmiş olsun. Yəni cavab olacaq C variantı 12-ci sualda. Əgər ki böyük olsaydı bu, mən bunu nöqtə-nöqtə qoyub ədədi silsilənin üstü ilə də həll edə bilərdim. Ki, orada n-i tapım, S-ni bilirəm, S-n 30-dur, A1-i bilirəm, həddləri necə dəyişdiyini bilirəm, 3 D-ni bilirəm. Orada S-nin düsturunda qoyub yerinə n-i tapardım. N tutaq ki 10 olsa, demək 10 dənə həddi var. Yəni S-in üstünə 10 dənə bir şey gəlib, dövr 10 dəfə işləməlisə, n gərək 11 ola bu formada baxa bilərəm. Proqramın icrasının nəticəsini müəyyən edin. Eləyək. Baxın, buradan bir maraqlı məqam. Bu çox vaxt uşaqları çaşdırır. Nəyi? -18-in 4-ə bölünməsindən alınan qalığı tapanda, -18-in 4-ə bölünməsindən alınan qalığı -18 minus 18/4 vurulsun 4'dür. İndi 18/4'ü tapmaq lazım. 18-in 4-ə bölünməsi. 18-i normal 4-ə böləndə -18. -4,5 eləyir. Bunun tam hissəsi -5'dir. -5'i vurdum 4'ə oldu -20. Mənfiyə dəydi müsbət 20. 20'dən 18 çıxdım 2. Deməli bunun nəticəsi mənə verir 2'ni. 2 böyüdü 3'dən. Bəli, girdim ifə. En alıb 3 faiz artdı oldu -15. Düzdür? -15'in 2'yə bölünməsindən alınan tam hissə -7 tam neçədir? O 1'dən böyüdü. Xeyr. -15'ə bərabərdirmi? Bəli. LC-yə girməyəcəm. 2'yə vurdu oldu -30. -30'un üstünə 35 gəlir, olur 5. N-də 5'i də çıxışa verir. Deməli 13-cü sualda cavabım olur Y variantı. Proqramın nəticəsini müəyyən edin. Array test exam. Deməli A-ya mənimsəd, A-nın 6-cı indeksdən sonrasında 0, 1, 2, 3, 4, 5, 6. Buradan sonra deməkdir 6-cı indeksdən sonra. Test exam hissəsini götürür. Və o həmən götürdüyü hissənin içində olan 6-cı indeks olan şey, yəni T-ni B-lə əvəzləyir. Olur burada dırnaqda best boşluq exam olur best boşluq exam. Center sözün kapitalize edir. Bu olur C-N-T-R. C böyüyünə. Baxın, burada 6, bunu bir dənə təzələndim. 0, 1, 2, 3, 4, 5, 6 sayında bu olur böyükdür. B T-ni B ilə əvəzləyir. Buradan sonrasında, buradan sonrasını görür deyə, buradan sonrası olmuş olur dəyişənin dəyər. Oldu center. İndi gəlir A-nın 0-cı indeksindən 5'ə kimi. 0, 1, 2, 3, 4, 5. Boşluğa kimi çıxarır. Yəni array çıxarır. Sonra heç nə, dalayıcan B-ni çıxarır. Best exam. Dalayıcan C-ni çıxarır, yəni centeri. Dalında axırına da bir dənə nida. Array best exam center ifadəsi tamamilə doğru fikirdir. Cavabım olur D variantı. Deməli, baxaq 15-ci sualımıza. Nədir? İfadəsi onluq say sistemindəki təsvirini müəyyən edin. Heç nə, keçəcəm onluq say sistemində də. Baxın, bu heç nə, bunu istəsə 0, 1, 2 yazıb keçərsiniz. İndi mən baxıram ki, hamısı 3 olsaydı 4 üstü 3 minus 1 olardı, yəni 63 olardı. Sadəcə içində 0, 1, 2, 4 üstü 2, bir dənə 16 yoxdur. Çıxardıram yerim, əlində qalır 47. Bu 47 vurulsun. 0, 1, 2, bir dənə 2 üstü 2, 4, üstə 1, 5. 47 vur 5. Bu nədir? En son burada normal çevrimdə. Deməli ABC oldu 10, 11, 12, 12 plus 16, 12 plus 15,
Daha doğrusu estağfurullah 12 vurulsun 16 plus 15 vur 16 0 12 16'ya vuran deməli eləməli 192. Onun da üstünə gələcəm 15-i. Bu mənə verir 207 düzdür? 207. Əla. Heç indi 47-ni vurun 5-ə. Deməli 47-ni 5-ə vuranda 5 yazdım, 3 yazdım, 2 yazdım. 235. 235 ilə 207-nin cəmi. Burada mənə verir neçəni? 442-ni. Yəni cavabım olur Y variantı 15-ci sualdır indi. Necə istəsəz. Məsələn mən bunu necə çevirdim? Baxdım hamısı 3-dür. Amma istəsəz 2 3 3-ü 4-lük sayəsində 10-luğa 0 1 2 yazıb 2 vurulsun 4 üstü 2 plus 3 vurulsun 4 üstü 1 plus 3 vur 4 üstü 0 kimi də çevirmək mümkündür. Keçdim 16-cı suala. Proqramın icrasından sonra iki qiyməti çap olunarsa, C dəyişənin son qiymətini baxaq bu 2 olubsa. 2 olubsa deməli dövrüm 2 dəfə işləyib. Dövrüm 2 dəfə işləyibsə bu ədədin onluq say sistemində 2 rəqəmli ədəd imiş və 2 rəqəmli ədədin rəqəmləri cəmi bu aralığa düşür. Yəni rəqəmləri cəmi 16 və 17 ola bilər, düzdür? C-nin girşə C dəyişənin son qiyməti olubsa ödəməsi üçün girşə verilə biləcək. Girşə verilə biləcək ədədi müəyyən etməliyik. 2 rəqəmli ədəd və rəqəmləri cəmi 16 ya da 19, 17 olsun. İndi baxın, məsələn 16 eləməsi üçün tutaq ki 9 ilə tutaq ki 7 olsa, 9 7 olsa və yaxud 7 9 olsa 16 olur, düzdür? Sonra məsələn 16 hallarına baxaq da 8 ilə 8 olsa olur 16, düzdür? Başqa da 16 ala bildiyim versiya yoxdur. Bunların üçündən 16 ala bilirəm. İndi 17 hallarına baxaq. 17 almaq üçün 9 8 ola bilər, bir də 8 9 ola bilər, düzdür? Başqa da ala bildiyim yoxdur. Başqa da ala bildiyim yoxdur. Ümumi option 5 dənə onda mən ədəd girişə verə bilərəm ki, 2 rəqəmli olsun, 2 dəfə ona böləndən sonra tam hissəsi 0 qalsın, 2 rəqəmli olsun, yəni. Və rəqəmləri cəmi neçə olsun bu aralığa düşsün, yəni ya 16 ya 17 olsun. Qəşəng sualdır. Deyərdim ki, biz bu sınağı keçən il keçirmişik, artıq 3 dənə burada geri qayıdış sualı gördük və fikir versəz qəbul imtahanına da 2026-da da seçilən qəbul imtahanına geri qayıdış sualları nə qədər çox düşdüyünü görsəz, mən məsləhət görərdim ki, Bayrağı Testbankinin 9 sınavının 9-unda işləyəsiniz. Klaviaturda daxil ediləcək aralarında bir boşluq simvolu olan sözlərdən ibarət sətr üçün proqram nəyi çap edir? Sətri bölür, split edir, boşluqlara görə ayırır. Hər bir sözün uzunluğunu götürür. Hər sözün uzunluğu əgər təkdirsə, eləsə 1 ədəd edir. Uzunluğu tək olan sözlər üçün 1 atır, axırda da o birlərin cəmini tapırsa, uzunluğu tək olan sözləri saymış olur da, hər söz üçün 1 atanda ümumi cəm sayı olmuş olur da, 17-ci sualda cavab oldu A variantı. Deyir, B7 xanasına yazılmış düsturu Y4 xanasına köçürülmüşdür. Y4 xanasına alınan düstur hansı xanalara istinad edər? B7-dən Y4-ə köçürülür. Fikir verin, bax B7-dən Y4-ə. Sətr olaraq bu 3 vahid azalma müşahidə edirəm. B-dən C-yə, C-dən D-yə, D-dən D-yə. Sütun olaraq da 3 vahid artma görürəm. İndi K dəyişmir, 15 3 vahid artır olur 18. D dəyişmir, 5 3 vahid olur, artır olur 8. C olur D, Y, F, düzdür. 1-də olduğu kimi qalır. Baxaq görək, K 10 bizdə dəqiqə, mən azaltmalıydım, artırdım. Burada minus 3 idi. Mən bunları artırdım. Deməli, K 15-dən 3 çıxdım, onda 12 oldu. D 5-dən 3 çıxdım, D2 oldu. Burada da F1 oldu. K12, D2, F1, K12, D2. Cavab B variantı. Üstünə yazmışam deyə görmürük. B variantı oldu bizim doğru cavabımız. Proqramın nəticəsini müəyyən edin. Eləyək. 1 ilə 2 bitişdirir, çevirir ədədə olur 21. 2.3. 2.3-ün tam hissəsi 2-dir. 2-ni 1.3-ə vuranda 1.3 string olur. 1.3, 1.3. 2 dənə 1.3 yanaşır. İndi gəlir A-nı çap edir, yəni 21-i çap edir. Arasına nöqtə qoyur. B-ni çap edir, 2.3-ü. Təzdən nöqtə qoyur, C-ni çap edir. O da 1.3, 1.3-dür.
19-cu sualda cavabımız olur 20, 2, 3, 1, cavab olur A variantı. Deməli, müəllim dərsdə 5 tələbəyə Aynur Əsər Malik Nərgiz nəzdinə həll etmələri üçün test kitabından ilk 5 sualı tapşırıq verdi. Məlumdur ki, bunu götürdüm. Orada həll edin. 20 olsun da. Deməli, bunu açaq kimi bir şey söyləmək istəyirəm ki, qəbul imtahanına az qalır. Nə qədər bacarsız çox sınav işləyin, işləməmişsinizsə, ərdiyin sınavları, yəni 2020-li sınavın, OTK-nın sınavların, günlərin qəbullarını işləyin. 5 tələbə deyil. 6 ilə 6-ya cədvəl çəkeyim, adları yazım burada. Aynur, Zeyvər, Malik, Nərgiz, 5 tapşırıq. Bu olsun 1, bu olsun 2, bu olsun 3, bu 4, bu 5. Əla. Hər tələbə yalnız bir sualı həll etməyi bacardı və eyni sualı həll etmiş tələbə yoxdur. Yəni, hərəsinə bir dənə plus qoyulacaq. 4-cü sualı həll etməyi bacarmış tələbənin adı Nərgizdir. Nərgiz 4-cü sualı həll etməyi bacarıb. Deməli, başqa isim 4-ü həll edə bilməyib. Sonra. Malikin həll etdiyi sualın nömrəsi Elsəvərin və Aynurun həll etdiyi sualların nömrələri hasilindən kiçik, cəminə isə bərabərdir. Deməli, Malikin həll etdiyi sualın nömrəsi Elsəvər və Aynurun həll etdiyi sualın nömrələri hasilindən Elsəvər vurulsun Aynurdan böyük, cəminə isə bərabərdir. Malik bərabərdir Elsəvər vurulsun Aynur. Əla. İndi baxın, oğlanların həll etdikləri sualların nömrələri təkədir. Yəni, Malik 1 ola bilməz, Malik 100%. Ya 3 olacaq, ya 5 olacaq. Düzdür. Malik 3 və ya 5 olmaq ehtimalı varsa. 5 olsa, 5 olsa. Elsəvərlə Aynur gərək 2 ilə 3 olmuş olar. Düzdür. 2 ilə 3 olsa, 2 vurulsun 3, olacaq 6. Cəmi 5-ə bərabərdir, amma hasilindən böyük deyil axı. Hasilindən kiçik deyib ona görə. Böyük deməyəcək. Diqqətli oxuyaq. Malik və Elsəvərin həll etdiyi sualların nömrə hasilindən kiçik, cəminə bərabər. Hasilindən kiçik olmalı. Əla. İndi bax, Malik dedi ki, 3 olsa. Malik 3 olsa, Elsəvər və Aynur, Elsəvər tək ədəd olmalıdır. Ya 1 olacaq, ya 3 olacaq. Elsəvər 1 olsa, Aynur gərək 2 olur. Elsəvər Aynur 1-2 olsa, 1-2-nin hasili 3-dən böyük deyil, nə də 5-dən böyük deyil. Deməli, 1-2 olma versiyası yoxdur da. Onda Elsəvər və Aynur məcburdur ki, Elsəvər olsun 3, Aynur olsun bu halda Aynur olmuş olur 2, düzdür ki, hasili ilə böyük, cəminə bərabərsə, onda Malik də gəlib 5 olur. Onsuz Malikdə bir dənə 5 qalır. Bu halda gəlib avtomatik nəzdində olmuş olacaq. Birinci və üçüncü sualları həll etmiş tələbələri müəyyən edin. Birinci sualın nəzdini həll edib, üçüncü sualda Elsəvər, nəzdin Elsəvər cavabım olacaq C variantı 20-ci sualımızda. Davam edirəm. Deyir, yazılışında altından xətt çəkilmiş hissə nəyi bildirir? Baxın, bu altdan xətt çəkilmiş hissə buradan başlayır, bura kimi. GeForce RTX 3050 bu video kartdır. Bu da video kartın RAM-ıdır. VRAM dediyimiz video kartın RAM-ıdır. Onun həcmini göstərir. Video kartın tutumunu, bəli, 21-ci sualı cavab olacaq A variantı. Gəlin, ümumi nəzər yetirək. Bu hissə prosesor haqqında məlumatdır. Prosesorun i5-12-ci nəsil olduğunu, performans prosesor olduğunu göstərir. 2.50 GHz sürətə malik olduğunu göstərir. 16 GB-lıq DDR5 tipli RAM olduğunu göstərir. 1 TB-lıq hard disk, yəni 1 TB-lıq xarici yaddaşım olduğunu göstərir. HDD hard disk drive. Bu video kartda dedi, DVD-ROM slotunun olduğunu göstərir. Ekranın diaqonal ölçüsünün 17.3 düym olduğunu göstərir. Yəni 1 düym 2,54 cm-dir. HP tipli 2560-1440 rezolutiona sahib monitorum olduğunu göstərir. Keçdim 22-ci suala. Deyir nə? 320 vurulsun 512 ölçülü 3 ədəd qrafik təsvir.
RGB palitrasında rənglənmişdir. Arxivləşmə zamanı təsvir informasiya 40% azalmışdır. Sonra neçə 2 byte olur. Əla. İndi baxın, həcmini tapım 209 vurulsun 320 yazacağım 205 vurulsun 10. 3 dənə RGB-də isə bir pikselin həcmi 24 bit və yaxud 3 byte. Bu ümumi həcmimdir. Bunu 40% arxivləşdirmək 40% getdi, 60% qaldı. Yəni 6-ya vurub 100-ə bölməkdir. 60-a vurub 100-ə bölməkdir. Sıfırlarını ixtisar apardım. Buradan da bu onlar gedəcək. Onda mən arxivləşdirmədən, yəni 40% azalıb 60% qaldı. Mən də 60%-ni tapdım. Gəl bunda yanına 0 yazım, belə yazım ki, tam aydın olsun. İndi baxın, plusdakı 2 byte ilə soruşum. Mən byte ilə tapdım, 200 10-a böləcəm. 3 vur 3 vur 6. Yazın bura sonra görməsiniz. 2 üstü 5, 9 vur 2 üstü 5 olur 2 üstü 14 vurulsun 3 vurulsun 3 vurulsun 6 byte'dır. Bunu 2 üstü 10'a bölürəm. Qalır burada 2 üstü 4. Yəni 16. Yəni 16 vurulsun 9 vurulsun 6. 16'nı vururam 9'a eləyir neçə 144. İndi 144'ü 6'ya vuranda neçə eləyəcək? 144 vur 6. 4 6 8 düzü. 864 cavabım oldu 22-ci sualda. Y variantı. Bir klaster 8 KB olduğu diskdəki fayllar və onlayn informasiya həcmləri verilmişdir. Cədvələ əsasən deyir, qrafik faylların diskdə tutduğu yerindən informasiya həcmləri arasındakı uyğunluğu müəyyən edir. Bu sualı elə bilməsi üçün gərək birinci qrafik fayl uzantılarını bilək. Qrafik fayl uzantıları hansılar idi? BMP, JPEG, PNG, GIF, TIFF, ODG, UMP. PNG, ODG, RTF biz bilirik ki, mətn fayl uzantısıdır. AU səs fayl uzantısıdır. BMP-dəki, BMP də var da, BMP-də qrafik fayl uzantısıdır. Cədvələ qrafik faylların diskdə tutduğu informasiya həcmi, bütün faylların diskdə tutduğu informasiya həcmi neçə faizlidir? Bunu biraz yerimiz çatmaya bilər. Ya birinci tapım görüm. Mən klasterlə gedəcəm. Yəni diskdə tutduğu yerlərin neçə faizini soruşur da, düzdür, informasiya bütün faylların diskdə tutduğu. Əla. Buna görə nə edəcəm? Birinci qrafik fayllar neçə kibayt diskdə yer tutacaq. Buna 2 dənə klaster lazım olacaq istənilən halda. Niyə? 8 kibaytı keçib 16 kibaytdan azdır. Demək 2 dənə. Buna 8 vur 5, 40 dənə. 5, yəni 30, belə deyim də, 8 vur 4, 32-ni keçib, 8 vur 5-i keçməyib, 42-ni keçməyib. Yəni buna 5 dənə klaster kifayətdir. Sonra buna neçə klaster lazımdır? 3 dənə kifayətdir, 2 dənə keçib, 3 dənə kifayətdir. Buna neçə klaster lazımdır? Buna da 2 dənə, buna neçə klaster lazımdır? 32-dən kiçikdir deyə 4 dənə kifayət edəcək. İndi ümumi etibat çevirməyəcəm. Niyə? Klaster sayının elə faiz nisbəti bunları 8-ə vurub faiz nisbətinə baxmağımla eyni şeydir. Məsələn, deyəcəm ki, qrafik fayllar 2, 4, 8 klaster yer tutub. Yəni 8 klaster 8 vur 8 kübü deməkdir, düzdür. Ümumi fayllar isə, ümumi bütün fayllar deməli 5, 10, 16 dənədir, düzdür. Bu 16 8-in neçə faizidir? 50%-dir, düzdür. Yəni bütün fayllar 16 vurulsun 8 kübü yer tutur. Qrafik fayllar 8 vurulsun 8 kübü yer tutur. Mən bunun faiz nisbətinə baxanda bu 8-lər oxşarlara ixtisar etsəm, bu bundan 2 dəfə çox olmuşdur deyə 50% deyə bilərəm də rahatlıqla. Heç hesablamağıma ehtiyac yoxdur. 23-cü sualda cavabım olacaq 50%. Yəni 50-də qısaca. Keçdim 24-cü sualımıza. Qarabağ Azərbaycan dil ifadəsindəki hər bir simvol kodlaşdıra biləcəyi minimal gücə sahib əlifba ilə kodlaşdırılır. Qarabağ Azərbaycan dil ifadəsini kodlaşdıra bilməyim üçün mən minimum neçədən simvola ehtiyacım var? Bunu tapa bilməyim üçün gəldim buradan müxtəlif simvolları sayın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə müxtəlif simvolum var. 15 müxtəlif simvolu mən kodlaşdıra bilirəm 3 bitdə.
Yəni Qarabağ Azərbaycan ifadəsinin hər bir simvol kollaşdıra biləcəyi minimal cüzə sahib əlifba ilə kodlaşdıranda hər bir simvol informasiya həcmi olur 3 bit. Bu əlifba ilə kodlaşdırılmış elektron sənədinin hər səhifəsində 64 sətr, 206 sətr. Hər sətirdə 207 dənə simvol və 3 səhifədən ibarətdirsə, hər simvolda 3 bitdirsə, bu neçə kibayt olar? Bunu böləcəm 217-yə. 213-də bitdən kibuya keçirəm. Bitdən kibuya keçirəm. Demək 207, 206, 213, 7, 7, 3 vur 3 oldu 9. Ha, bir şey deyim mən burada bir dənə 15 dənə simvol 4 bitdə kodlaşdıra bilir. Mən niyə yazdım? Qəfil gözümü satdı, durursun. Burada sildim bunu, yazım 4 bit. Hə. Deməli nədir? Bunlar ixtisar etdik, qaldı 3 vur 4, 213-ə bölmüşdü. 12 kübü elədi. 12 kübü. Heç nə. Bizdən də neçə kibayt soruşur? Öyle 12. Əla, yaxşı gördük, yoxsa səhv getmişdi. Baxaq görək nə istəyir. Deyir, axtarış serverinə verilmiş sorular və onların uyğun nəticələri qeyd olunmuşdur. Sual işarəsinin əvəzinə yazılacaq. Baxın, burada düsturda yerinə qoyub rahat. Yox, ehtiyac yoxdur. Baxın, gözümə nə çarptı. 3 çoxluqda, amma ikisi bir-birindən kəsmir. Yəni 3 dənə yanaşı bir-birinə bu formada bitişmiş Venn diaqramıdır. Səxavət buradadır, Anka buradadır. Elsəvər də ortadadır. Yəni Elsəvərin ikisi ilə də ortağı var, amma Anka ilə Səxavətin ortağı yoxdur. Yəni, burada rahat yaza bilərəm. Elsəvərlə Anka 74-dür, ortaqları sonra Səxavətlə Elsəvərin ortaqları, Səxavət Elsəvər görmürəm. Hə, 34-dür, 34. İndi baxın. Mən Elsəvəri bilirəm də, Elsəvər 150-dir. 150-dən çıxacam nəyi? 34 ilə 74-ün cəmi, yəni 108-i. 150-dən 108-i çıxacam 42. Deməli, bura 42-dir. Elsəvərin opsisi olmalıdır neçə? 150. Sonra, Səxavət neçədir? Səxavət 300-dür. 300-dən çıxacam 34-dür. Bu verəcək mənim neçə? 266. Yəni, bura 266. İndi buranı x deyirəm və hamısının cəmi mən bilirəm ki, neçə olmalıdır? 540. İndi baxın, Elsəvəri bütöv bilirəm onsuz. 150. 150-nin üstünə gəldim 266. Yəni, Səxavəti. Elədi 416, düzdür. 416 plus x bərabər olmalıdır 540-a. İndi gəlirəm 540-dan da çıxıram. Neçəni? 416-nı. Bu mənə verir 124. Deməli, x 124 demiş. Deməli, Anka 124 plus 74-dür da. Yəni, x plus 74. 124 plus 74 də mənə verəcək 198-i. Cavabım olacaq 198 oldu mənim doğru cavabım. Keçdim. Növbəti suala, 26-cı suala nədir? Algoritm fraqmenti icrası nəticəsinin 27 qiyməti çıxarsın. 27 çıxıbsa dövr neçə dəfə işləyib? 2 deyəsin ilkin qiymət, hər dəfə üstünə 5 gəlir. 2-nin üstünə 5 dəfə 5 gəlməlidir, yəni 25 gəlməlidir ki, 27 olsun. Dövr deməli 5 dəfə işləyib. Onda belə çıxır ki, n-in də üstünə 5 dəfə 3 gələndən sonra n böyük bərabər olub, t-ində, t neçədir? 210-dur, üstünə 5 dəfə 1 gələcək, olacaq 215-dən. Onda belə çıxır ki, n böyük bərabərdir 210-dan, yox 200-dən. N-in ən kiçik qiymətini soruşur, n-in ən kiçik qiyməti elə 200-dür. Yəni, yoxa gedibsə, demək, n böyük bərabərdir, t olub. N böyük bərabər t olubsa, son qiymətləri hansılardır? N plus 15-lə t plus 5. T-nin iki qiymətini bilirəm, üstünə 5 gəldim, oldu 215. Keçdim 27-ci sualımıza. Deyir, etibarlılıq, aktuallıq, tamlıq. Deməli, etibarlılıq odur ki, müxtəlif mənbələrdən götürülmüş informasiya eyni olsun. Aktuallıq odur ki, cari zamana uyğun olsun. Cari zamana uyğun. Hə, buradaymış. D variantında. Tamlıq odur ki, cari vəziyyətini qərar qəbul eləməyə kifayət olsun. Deməli, baxım, kifayət olması B variantı getdi tamlığa. Keçdim, baxaq indi bura. Birinci blok sistemi həll edək. Götürüm aktualım 4-ə. Orada çəkim. Deyir ki, girişə verilən n natural ədədi və n dənə natural ədəd verilmişdir. Bu ədədlərin sıra nömrəsi tək olanların ədədi ortasını müəyyən edən
alqoritm blok sistemi. Birinci n istəyirəm, girişə verirəm və başlayıram ki, n dəfə işləyəcək bir dövr qurmağa. i başlayıram 1-dən, ədədi orta tapacam, say 0, cəm 0. İndi baxın, i kiçik bərabərdir n olduğu müddətcə. Hər dəfə yeni ədəd istəyəcəm, yeni ədəd istədim, yeni x. Və indi məndən x oxşasın bir dənə. Məndən sıra nömrələri tək olanları soruşub. Sıra nömrəsi nədir ki, bunun i-dir də. i birinci ədədsin, 1, ikinci ədədsin, 2 olmayacaq. i faiz 2 bərabərsə 1-ə, sıra nömrəsi təkdir. Onda həsində gələm nə edirəm? Cəmi bir vahid artırıram. Bir vahid yox, daha doğrusu x vahid. Sayda bir vahid artırıram. S plus 1. Burada birləşdirim bura, burada birləşdirə bilsəm, əla. Oxu da birləşdirəcəm buna, yoxa. Hər bir ədəd üçün bu işi görəcəm, sonra i-ni artıracam. Birləşdirəcəm ana dövrünə. Bura. Hər ədəd üçün baxıram, sıra nömrəsi təksə cəmi əlavə edəcəm. Sayıram, keçirəm növbət ədədə. Əgər tək deyilsə də normal keçirəm növbət ədədə. Buradan yoxa gedəndə bir dənə yoxlayacam ki, S0-dan fərqlidirsə, deməli belə ədəd var. Gələcəm, ədədi orta tapacam. E-yə mənimsədəcəm, cəm bölünsün say. Sonra da gəlib ədədi orta çıxışa verəcəm. İndi hər ehtimalı yoxladım. Əgər 0-dırsa, deyəcəm ki, dırnaq içində belə ədəd yoxdur. Belə ədəd yoxdur, dırnağı da bağladım. Yox, bunların hər ikisini birləşdirirəm, aparıram sona. Buradan da bir dənə başlanğıc çəkə bilərdim. Bu da oldu mənim biraz səliqəsiz olsa da 28-ci sualımızın həlli. Davam edək. Keçək indi 29-dan 30-cu suallarımızın. Keçəm 29-cu suala yazmasını payçarımı açıram. Sual burada görsənsə bu formada yazmağım kifayət edər. Bir dənə rekorda da hər ehtimal baxım görüm davam edirmi? Bəli, heç bir sıxıntı yox. Deməli, deyək klaviyyatdan daxil edilən x ədədi üçün x bilmirəm, latin. Bunu hesablayan ən yaxşı üsul nədir? Bir dənə funksiyası, f funksiyası. İçinə n aldı, içinə x aldı. Başqa əlifbaya qaytaraq. If əgər x 2-dən kiçik bərabərdirsə, geriyə qaytarır 1. Elif 2-dən kiçik bərabərdirsə 2-dən böyüdür. X 6-dan kiçikdirsə, geriyə qaytarır 12-ni. Yenə elif. Əgər ki 6-dan kiçik deyilsə, deməli 6-dan böyük bərabərdir. Yoxlayım ki, onda kiçik bərabərdirmi onunla? Ondan kiçik bərabərsə, onda geriyə qaytarıram 667 plus x-ı. Əks halında da onda geriyə qaytarır nəyi? F1 rekursiya. F1 minus x minus 2-ni. Çox, gələm bunu qeyd elədim. Funksiyanı çağırıram, x-i içinə yollayıram, qaydan dəyərini bilim, saxlayıram c-də, print edirəm c-ni. Bu formada yanaşa bilərəm. İndi bunu funksiyasız yazmaq olar mı? Əlbəttə olar. Niyə yazmıram ki? Bunları adi iflərlə yazacağam. Adi if, elif. Sadəcə burada hər dəfə c-yə mənimsədəcəm. Bir dənə burada f1-i tapacam. f1 olanda gəlir elə f1-in qiyməti 1-dir. Burada f1 yerinə yazacaqdım 1. Hamısını c-yə mənimsədim, bir axırda c-ni çıxışa verəcəkdim. Gəlin ram vıraq bir dənə ədəd qoyub yoxlayaq. Məsələn 5 ədədi üçün 12 qaytardı. 5 hara düşdü? 2-6 arasında ona görə 12 qaytardı. Gəl bir dənə 11 girişə verim. 11 üçün nə qaytaracaq bizə? -8. Niyə? 1 çıxılsın, 11 çıx 2. 11-dən 2 çıxanda 9, 1-dən 9 çıxanda olur -8, o görə -8 verir. Baxaq indi 30-cu sualımıza. Deyir, natural ədədlərdən ibarət siyahının elementləri bir sətirdə aralarında bir boşluq olmaqla girişə verilir. Input nöqtə split. Ayırdım o boşluğa görə bu siyahinin elementlərini. Əla. Bu siyahinin 3-ə bölünən tək elementlərin ədədi ortası. Cəm 0, say 0, for i in ls. Hər dəfə intə çevirib baxacam da i-ni. i1 bu ls-in içindəki ədədlərdir. Proses stringdə deyər, inputdan split eləmişəm deyə. Ədədə çevirib baxacam. İndi 3-ə bölünən təkdir. If x faiz 3 bərabər 0 olmalıdır, and x faiz 2 bərabərdir 1 olmalıdır. Bu halda mən cəmi əlavə edirəm x-i, sayda bir vahid artırıram. İndi baxın, dövr bitəndə yoxlayıram ki, yenə s fərqlidirsə 0-dan, onda print cəm bölünsün say, else-sində də ki, belə ədəd yoxdur. Print belə ədəd yoxdur.
bu formada yaza bilərik. Şimdi gəlin bunu da yoxlayaq. 3-ə bölünən təkdir, düzdür. Məsələn olsun 9, sonra olsun 15, 9-un 15 olsun, elə qalanları məsələn 6 olsun, tək olmasın. 3-ə bölünən 24 olsun, bu formada olsun. Deməli 9-un 15-i cəmlədi elədi 24, böldü 2-yə oldu 12. Əgər belə ədəd olmasaydı, tutaqlarım üçün 4 işə verim belə. Deyəcəkdi belə ədəd yoxdur. Bu videomuz bu qədər. Yetər qədər yorum, like gəlsə, növbəti sınaqlarda davam edəcəm. Qaldığımız yerdən sınaq 8-9 qalıb, 2 dənəsi qalıb. Sağ olun, salamat qalın, görüşürüz.